Salam əziz dinləyicilər. Keçən videolarda olduğu kimi bu videoda da iki qonağımızla sizinlə danışmağa gəlmişik. Qonaqlarımızın fikirlərini sizə çatdırmağa gəlmişik. Bilirsiniz ki, intixabat ya da seçkilər İranda ikinci dövrəyə qaldı və ikinci dövrədə yenidən Pezeşkiyana rəy vermək məsələsi gündəmdədir. Pezeşkiyan yoxsa Cəllili. Və bir çox insanın özəlliklə haşiyələşdirilmiş millətlərin Pezeşkiyana rəy verməkdə güclü səbəbləri var. Biz də bu doğrultuda dostlarımızı Azərbaycandan olan xüsusilə fəalları, aydınları, düşünürləri bir araya gətirib onların fikirlərini, görüşlərini sizə çatdırmaq istəyirik. Ümid edirik ki, bu danışıqlar vətənə, millətə xeyirli olacaq bir şəkildə yaxşı nəticələrlə sonuclansın. Əziz Musa bəy və Mahmud bəy, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə çox təşəkkür edirəm. Mahmud bəy jurnalistdirlər və Musa Aşüftə bəy türk fəalıdırlar. Mən əlifbey ilə gedirik əslində biz. O yüzden Musa bəy, mən sizlə başlayacağım. Bilirəm ki, siz Sitatda da bəzi fəaliyyətlər eləyibsiz bugünə qədər, yəni bu seçkilərin ilk günündən bugünə qədər. Ona görə sizdən bir türk aktivist olaraq bir sualım bu olacaq ki, Pezeşkiyanın aday olmasını, kandid olmasını necə dəyərləndirirsiniz? Bu insana rəy verməyi, səs verməyi necə dəyərləndirirsiniz? Və bunu da artırım. Hədəfiniz nədir? Niyə orada Sitatda fəaliyyət edirsiniz? Bunu da lütfən artırın cavablarınıza. Buyurun. Lala xanım, çox sağ olun proqramı düzənlədiyiniz üçün. Yəni ilk başda bir gün gəlişi ilə yəni nə üçün bu mövzu mənə əhəmiyyət və nə üçün fəaliyyət eləmişəm, onu açıqlayım. Səlahiyyətlərin xəbərinin ilk gəldiyi gün tablo yəni olduqca maraqlı bir tabloydu. Türk məsələn kamil də olmasa, yarımsıq da olsa doğru və düz bir baxışı olan bir fərdin Məsud Pezeşkiyanın o listədə olması özü bizim üçün indiyə qədər çox yəni rastlanmamış bir mövqeyiyyət qarşısında qoyurdu bizi. Və zaten bu adam doğru terminoloji işlədir. Bizim məsələmizi mədəni bodunu ən azı doğru tanımlayır. Və bu sabiqədən, bu geçmiş tanışlığından yola çıxaraq bu məsələnin üstündə həssas oldum. Amma mənim əslən sırfən bu mövzu deyildi. Biz Türk fəalları ya milli hərəkət ya daha geniş bir çərçivə ilə anlatsaq, Türk siyasi ortamı olaraq, Türk siyasəti olaraq çox dar və qapanıq bir siyasət çərçivəsi izlədiyimiz üçün son illərdə çox zərər eləmişik, çox qan qaybetmişik, çox qan itirmişik. Yəni belə düşünün ki, mənim əsli əngizəm bizim keçən illərdəki fəzada, ortamda olmamağımız və xalqın yanında önəmli miqdarda heysiyyət itirdiyimiz və prestij itirdiyimiz, yəni mərcəiyyətimizi bir çox məsələdə əldən verdiyimiz üçün necə ki, qadın etirazlarında, qadın və azadlıq etirazlarında bu tezin tərəfdarı idim ki, biz fəal olmalıyıq. Fəal olmaqdan öz tərifim var idi. Biz həm ekonomik və benzin etirazlarında, həm qadın və azadlıq etirazlarında kənarda durduğumuz üçün çox zərər elədi. Mən özüm üçün yaxından izlədiyim üçün bu hərəkətləri bir strateji düşündüm. O da bu ki, ortamın içində olacağıq, analiz eləyəcəyik və ölçülü addımlar atacağıq. Mən dostlara da dedim, Pezeşkiyan səlahiyyət alıb, suyu görmədən çırmanmamaq lazımdır dedim ilk başda. Əfqar-ı Muminin nəbzini ölçməliyik.
Məmulən Əfqar Ümumi yanılmaz. Nə dalı qalmalıyıq, nə qabağa düşməliyik. Onun üçün o günlərdə həm elə Təbrizdən, özüm də ki Tehranda oluram, həm də ki Tehrandan gəlişmələri yaxından izləməyə çalışdım və bu gəlişmələri izləmək böyük bir imkan və fürsətlər sundu doğru təhlil, doğru analiz eləmək üçün. Yəni əməli biz təəssüflə çəkib içəridə oturduğumuz üçün praqmatik meydanda, əməli siyasət meydanında doğru olmadığımız üçün doğru qərarlar verə bilmirik və məsələləri bir miqdar ideolojik və ərzişi bir yönə gətiririk. Bunun əsasında qərar veririk və nəticədə çıxar və mənfəət əldə edə bilirik. Prinsipləri qorumaq mənim üçün çox önəmlidir. Siyasi hərəkətimizin istiqlalını və usulunu, prinsiplərini hər zaman öndə tutmaya özən verən biriyəm və dediyim kimi biz əvvəl günlərdə ki mən burada gəlib bir nazir kimi və bir eleştirici və müntəqid kimi ortamı izləyirdim. Pezeşkiyanın təşkil verdiyi stat onu əsli paygahı olan Azərbaycanla məsafəli olmasına və bizim söyləmimizin boykot olmasına fəza yaradırdı. Diqqət eləsəz ilk dönəmin kempeynində sadəcə axir time'da, axir ləhzələrdə gəldi bir Təbrizdə bir miting keçirdi və o təmas təkmil olmadı. Biz hətta bir dənə bəyaniyyə çıxdı. Heç məlum olmadı hardan çıxıb. O bəyaniyyə bizim yəni İrançılıq əsasındaydı, Bastangərayi əsasındaydı. Bizim prinsiplərimizə qarşı idi. Bunun yəni mövcud çərçivədə afətlərin qabağını almaq və özümüzün prinsiplərimizi irəli sürmək və onları mətrəh eləmək hədəfi ilə və özəlliklə birinci dövr yaranan nəticədə göstərdi ki, Azərbaycanda sandıq başına gedən xalq çoxunluqla Pezeşkiyanı dəstəkləyibdir və təbən yəni bu sürəcdə mən dəfələrlə dedim. Əgər bir şəxs mütləqən deyir ki, seçimə qatılmaq olmasın, Pezeşkiyan mühüm deyil, rəy verilməsin, bu işin Pezeşkiyanın olmasının faydalarını necə dana bilir? Necə bu rahatçılığına bunun yaratdığı fürsətləri, yəni həm sosyoekonomik fürsətlər ki, Azərbaycana gələ bilər, dövlət sisteminin quruluşunun Azərbaycana yaxınlaşması, onun yaradacağı iqtisadi imkanlar, həm söyləmsel olaraq əslən tutaq ki, üstdən bu adam bizim üçün savaşmayacaq. Belə tutaq. Bizim söyləmimizin daha artıq yayılması və mətrəh olması öz cəmiyyəmizdə daha geniş ölçüdə Türk bölgələrində bunu necə izah edir? Rahatçılıqla deyir, yox. Yəni mən bunu da nəqd edirdim. O tərəfdən də prinsipsiz, gözü bağlı şəkildə və bunun siyasi zəminini yaratmamış şəkildə gəlin biz buna rəy verək, belə olsun, elə olsun. Mən onu da tənqid eləyirdim. Və o doğrultuda yəni çox da yəni belə deyim ki, mən gözümlə gördüm gəlişmələrdə zaman sürəsində az sayda olan Türk faalları ki çalışırdılar, bizim dostlardan da vardılar. Nə qədər bizim mehvərlərimiz, bizim sözlərimiz, tələblərimiz, baxış açımız ciddiyə alınmağa başladı. Kimlər? Tamamen bizim qarşımızda söyləm olaraq qərar tapanların tərəfindən, olanların tərəfindən. Və nəticədə burada yenə də deyirəm, özümüzün muzeylərimizin, məvaziyimizin istiqlalını qoruyaraq meydanda olmaq, əməli siyasət meydanından öz payımızı, söyləmimizi ciddi bir şəkildə yəni özgüvən məsələsi yaşamadan o insanların qabağına qoymaq, bu özü bizə çox geniş imkanlar aça bilər.
Pezeşkiyanın gəlməsinin faydası budur və xalqımız bu səsi verir. Bu səsi xalqımıza aid olan bizim siyasi hərəkətimiz sahiblənməlidir və onu nəticəyə yetirməyə çalışmalıdır. Düzdür. Mahmud bəy, mən eyni sualı başqa bir şəkildə sizə vermək istəyirəm. Bilirsiniz, bir çox insan indi boykot, bir çox deyəndə bəziləri, çox insan deyil əslində, sayıları demək olmaz çox insan. Bəziləri deyirlər ki, boykot eləmək lazımdır. Pezeşkin ya da hər hansı biri rəy verməmək gərəkir. Bunun haqqında nə düşünürsünüz? Sizcə rəy vermək, səs vermək önəmlidirmi? Önəmlidirsə niyə önəmlidir? Buyurun. Salamlar. Məncə seçkiyə qarışmaq bu cəhətdən ki, bizim həmişə aktivimiz ola. Yəni aktiv olmağımız bais olur ki, gündəmdə ola. Baxın, bir zaman var idi ki, İranda lap əsli məsələ ümmət vahidi İslami. O inqilabın əvvəlləridir. Gəlirik qabağa, təbdil olur Hilal-i Şiiyə. Gəlirik bir müddət sonra islah tələb usulgera filan mehman bu məsələlər İranda yaranır və çox da bold olur 76-dan bu tərəfə ta 92-yə. Amma keçən intixabatlarda diqqət eləsəydiniz, hamı məsələn himməti var idi. Himməti məsələn bir qısa bir türkçə danışdı. Məsələn, Möhsin Rizai dedi, Yasaşın Azərbaycan, hala bu istilah hiç tənzil oldu o zaman. Mehrəlizadə var idi və fəzə bu şəkildə hamı istəyirdi bir pay götürə Azərbaycan. Bunların hamısına mən aktim olur. Dəlilim də budur ki, biz əgər aktimiz olmasa, eyni halda bu da deyil ki, prinsiplərimizi, əsllərimizi, bağırlarımızı, inancılarımızı görməyək. Bunlar yerində, amma həmişə aktimiz olsun. Niyə? Çünki biz həm Tuğdədən feedback alırıq və həm əsər qoyuruq. Bu prosesin içində ki, bu tey olubdur bu neçə müddətdə. Mirəsə Musavi gəldi, 2 kəlmə televiziyonda o zaman 88-də dedi ki, öldü var, döndü yox. Biz buna zovq eləyirdik, eşq eləyirdik ki, o nə dedi? Bəli, bu aktlər belə gəlibdir. İranda indi önəmli olan məsələ, bunların hamısı, nə bilim, ümmət-i vahidi İslamidən ta islah tələbi usulgeradan keçibdir və məsələ hoviyyət məsələsi lap oldu. Bugün o gündür ki, nə islah tələb, nə usulgera, nə ümmət-i vahidi İslami, nə hoviyyət-i muhtənibərdin filan məhma əsasən çox bol da ola bilmir. Hətta o tərəfdə radikalı ha çalışırlar, deyirlər ki, Pezeşkiyan həm hicaba görə filan dedi, qaha nə bilim, bunu sayan da yoxdur. Yəni əsasən din məsələsi də İranda az dərbağa vardı. Önəm vardı. Məncə bugün İran hoviyyət məsələsi çox önəmli olubdur və bəlkə də eləyə bilər bir gün amma bu önəm azala. Amma bugün nəmə ovucunda. Hətta Huşəngi Əmir Əhmədiyin bugün danışığına qulaq assaydınız, məsələn, çox sərahətlə deyir ki, ay Məsud Pezeşkiyan, Pantuş daha ki Məsud Pezeşkiyan sən bizi tamamən yansıtmır. Yəni o şey ki, Azərbaycanda biz yaşayırıq, hamısını yansıtmır. Bir bəxşin, deyə bilərik, məsələn, 10%, 15% bunu yansıtır. Bizim istədiklərimiz o qədər deyil ki, Məsud Pezeşkiyan deyir. Amma hər halda bizim aktimiz olmalıdır, xüsusən indi. Yəni, bu dönəm niyə bizə bu qədər həssasdır? Çünki o tərd olmuş hoviyyətlər, gözə gəlməyən hoviyyətlər büyünləmə bolda olur. Məsələn, etnik məsələsi İranın mühüm bəhslərindən biri budur. Pezeşkizadın Cəlilinin sitadı buna xatir ki, eləyə bilər rəy götürə, üz gətiriblər bu İran şəhəri fəzasına ki, məsələn, kimlər gətirək fəziya, nə bilim, ehtimal vardır ki, məsələn, kuruşu İslami eləyələr. Bir xas bir vəziyyətdə istəyirlər, məsələn, təqabül yaradarlar. Məsud Pezeşkiyanı Pantürk hesablamağına, nə bilim, filan, bu təzədən bizdə. Bu bir tərəf macəra. Ondan sonra da sırf bu iki biz düşünək ki, fəqət etnik məsələsidir, yox o da deyil. Bunun yanında ayrı bir hoviyyətlər də vardır.
Məncə məsələn bu iki pezeşkan əhl-i sünnətə işarə edir. Bu da bir dənə termidir ki, bu müstəmər surətdə pezeşkanın ağzından çıxır və məncə bu da müsbətdir. Yəni bu iki biz bir dənə tamamiyyət xahanə, totaliterist bir dənə fəzadan çıxaq gələk deyək ki, bu da son əhl-i sünnət də haqqıla var, vəzir ola, ustandar ola. Bu da məncə önəmli. Bilmirəm, hala özüm əhl-i sünnətdən eləmişəm. Bəlkə bunu yaxşı düşünə bilmirəm, amma eyni halda da bu məncə önəmlidir. Onun yanında bizim akt olmamız budur ki, baxın Musa bəy bir cəlib bir nüqtəyə işarə edir. Biz Tudədən feedback almalıyıq. Bizim dostların bir serisi təhrimçidirlər. Təbiətən mən də haqq verirəm. Biləxərə Məsud Pezeşkiyan ya əsasən bu saxtar eləyə bilməz, tamamilə biz yansıtda tamamilə eləyə bilməz. Bizim istəklərimizi görəv olaraq cavab verir. Amma bu dostlarımızın hala nədənləri filan bu bir tərəfə qəziyə. Mənə çox məsələyi ki, tərif olur zehnimdə, budur ki, hər halda Tudə bu dəfə keçdi qabağa. Tudə bizdən keçdi qabağa. Hərçənd mən şəxsən özümü ərz edirəm ki, əvvəl gün ki, Pezeşkiyan gəldi, elə əvvəl gündən hissim bu idi ki, bu məsələdən eləyə bilər Bəhrəbər mücadiləsində. Hətta o zaman məsələn mən Himmətiyə rəy verdim. Çünki fikir edim ki, azca eləyə biləcəkdir. Məsələn, bu zat yarada bir nə deyirlər, bir danışıq yarana bu məsələdə. Məsələn, hətta münazirədə keçəndə oraya diqqət eləsəydiniz, məsələn, var idi. Mohsen Rızai qeyd edirdi ki, məsələn, hamı istəyirdi bunu təsəvvür edir özünü Azərbaycana və Azərbaycandan bir parça. Amma bu dəfə bu əsli məsələyə tətbiq olundu. Bu lap mühüm məsələmiz bu. Da pay götürmə deyil. Bu əsərgozardır. Bu eləyə biləcəkdir bir dənə həzəni dəyişir. O cəhətdən mən fikir edirəm, biz eyni halda ki, prinsiplərimiz yerindədir. Həmişəcə aktimiz ola və çalışaq və Tudədən də feedback alaq. Məndən Musa bəy, sizə dönəcəm. Bilirsiniz, bəzi insanlar deyirlər ki, bizim milli hərəkətin içində olan xüsusilə deyirlər ki, tamam, bu Pezeşkiyan bəzi mühüm sözlər deyir. Məsələn, deyir ki, mədənlərin, Qaradağ mədənlərinin talanmasına mane olacaq. Deyir ki, Urmu gölünə çarə qılacaq. Bunları mən təqib elədiyim qədər açıq-açıq deyir. Yəni bizim üçün həyatı olan bəzi şeylərə işarə edir. Amma bəzi insanlar deyirlər ki, bunun qüdrətindən xaricdə eləyə bilməyəcək. Nə bilim, bunların hamısı bərnamədir. Belə deyənlər də var. Amma bir tərəfdən də görürük ki, bu adamın keçmişinə baxanda o qədər də sözünü tutan adama oxşayır ən azından. Fikir edirsiniz, hətta bu dediklərinin birazına belə əməl eləsə, bu sadəcə Azərbaycanlılar və sadəcə türklər yox, haşiyədə qalmış bütün millətlər nə qazanarlar? Yəni Cəlili qazansa nə olacaq? Nə qazanacaq, nə itirəcək haşiyələşdirilmiş millətlər olaraq? Pezeşkiyan qazansa nə qazanacaq, nə itirəcək? Nə düşünürsünüz? Lala xanım, bu söz ki, yəni bir iş görə bilməyəcək əgər, yəni məsələn ruhani olsaydı, bu sözü biri desəydi, biz təbən deyərdik ki, doğru deyir. Vəli mən sizə özümün tanıdığım və müşahidəm əsasında deyirəm ki, siz qəti bilin, süngünün misinin mövzusunda ciddi təğyirat olacaq. Bu zaman ala bilər. Vəli bu bizim bir kimliksel və yəni daha söyləmsel olanımız var. Yəni Türk kimliyinə görə, yəni daha siyasi olan söhbətlərimiz var. Bir bölgesel məsələlərimiz var. Qətən bölgesel olaraq Pezeşkiyan çıxsa, Azərbaycanda dövlətin keyfiyyəti dəyişiləcək. Xüsusən bu seçimdəki xalqımızın rəftarı ilə mən Təbrizdən bir sıra feedbacklər alıram. Artıq yəni bizim dostlarımız ki müravidələri vardı. Deyirlər, ağa, bu müdürlər ki bizim məsələmizi dərk eləmirdilər, o qədər özgüvən böhranları var idi bizim məntəqədəki müdürlər. İndi alan bu məsələnin Tehranda və ana tam o mətndə mətrah olmasından sonra artıq bu məsələnin sadəcə biz deyən
bir deyirlər, mən və siyasətin hakim vəziyyətdə olmayan sözü deyil. Yani bir dənə İranın yeni axımı olaraq görməyə başlayırlar. O təsirini qoyur. Şək eləməyin, Urmiya Gölmozusunda biz ruhani dövlətindən daha ciddi addımlar görəcəyik. İndi o nə qədər müvəffəq olar? Şək eləməyin, haşiyələrdə, sərmayədə və dövlətin və dövlətçiliyin keyfiyyətində, yəni bölgəsəl, ekonomik olaraq bu mövzularda, yəni çox məsələn kimliksel mövzularda fəza açılmasını görəcəyik. Bu hüquqi bir gəlişməyə yol açar, əsl 15 icra olar. Biz ən az əsl 15-in icazə verdiyi qədər o birinci sinifdən ta danışqaha qədər məsələn bir kitab olaraq türk dili, türk ədəbiyyatı olaraq onun keçməsini icazə verir. Bu nə qədər mühəqqəq olar? Onu daha çox bizim də fəaliyyətimizə, bizim də fəza yaratmağımıza, bizim də fişar baskı uygulamağımıza bağlıdır. Amma şək eləməyin, bölgəsəl olaraq dövlət quruluşlarının Azərbaycana yaxınlaşmasının və haşiyələrə yaxınlaşmasının şahidiyik və bunun çox fərqli faydaları olacaqdır. Ondan sonra da yəni Ayı Cəlili gəlsə nə olar? Orada təklif məlumdur nə olar? Yəni o baxın biz son illərdə xüsusən yəni Amerika bərdamdan çıxandan sonra ruhani dövlət ötürdü. Amma dövlət yenə dövlət idi. Görürdük. Yəni bir dövlətlik bir vəthi var idi, boydu var idi. Rəisi iş üstünə gələndən biz yəni böyük bir müşkilə gəldik. Dövlət yoxdur. Yəni xalq dövlətin huzurunu o qədər zəif ehsas eləyir ki, bir çox təxəllüfat da çoxalır, yolsuzluqlar da çoxalır xalqın tərəfindən, hələ o başdakı yolsuzluqlar heç. Yəni başına buraxdı. Cəlilin gəlməsi bunun idaməsidir və tozihə yeri yoxdur ki, bunun nəticələri nə olacaq? Olduqca mənfi, olduqca olumsuz nəticələri olacaqdır. Pezeşkiyanın gəlməsi ilə bəlkə biz daha fərqli bir İran görə bildik. Yəni biz bu İranın o ana gündəmlərini, o süni gündəmlərini və bəlkə dəyişdirməyə yönəlik bu haşiyənin fişarı ilə və gücü ilə addımlar gördük. Bunun ilk addımıdır, ilk günləridir deyək, bu məqdur olsa. Bunu neçə il sonra siyasətdə bir qalarğı iz olaraq görə bilər. Və qətlən, yəni əgər çox geniş bir məbhəs olar, əgər Pezeşkiyanın təsirlərinə görə deyək, mən fəqət öz açımızdan deyirəm, biz yəni buna bir imkan gözündən baxa bilərik. Öz mədəni və siyasi hərəkətimizi bəst verməyə. Biz dünən oturmuşduq, seçim nəticələrini analiz edirdik. Şəhər, vilayət, ustan. Düşünün ki, biz Qəzvin və Həmədanda, Savə və Qumda türklüyün təsirini rəylərdə çox az görür. Klasik və sünnəti rəy veriblər, Cəliliyə rəy veriblər. Eyni halda Gilanın qərbində, bəzi Qəşqai bölgələrdə, özəlliklə türkmənlərdə bunu çox yuxarı şəkildə görürük. Biz özümüzü papağımızı qabağımıza qoyub düşünməliyik. Aya bu fəza bizə bir imkan yarada bilər ki, o bölgələrdə türklüyü siyasi ərsəyə gətirək, türk kimliyini bəlirləyici bir unsur halına gətirək. Baxın, bizim nə qədər məsələmizi həll eləyər. Və biz bunu məsələn Zəncanda yəni bir qədər o üç ustandan bir qədər aşağı surətdə görürük. Yəni Zəncan bizə məsələ olur. Biz doğru, düzgün, prinsipli addımlar ilə, bu iş sadəcə praqmatik siyasətə gəlməyi ilə məqdurdur. Biz o bölgələrdə işimizi ilerlətməyimiz, o insanların o türk kimliyinə fərqindəliyi və onu bir tərcih olaraq istifadə eləməsi. Mən etirazlarda gördüm. Qadın və azadlıq etirazlarında Tehranda bunu düşünün. Türklər burada 15 il, 16 il bundan qabaq
dostluğumuz var idi, deydim atam anam Türk'tü, ben Farsam. O bugün Türk'ü danışır. Artık bizim burada özünü Türk olarak tanımlama problemimiz yoktu. Ama o Türk'ün bir hukuki ilzamat olabileceğini, o Türk'ün bir siyasi zemaim olabileceğini əslən dərk eləmirlər. Biz meydanda olduqca, yani sadece çok muhafizakar bir siyasetlerle oturup içeride şərtlərimizi təbyin edib və çəkilib dalı oturmaqla hətta Azərbaycanın o neçə sularında olan muzeyimizi zəifləşmiş durumda görürük. Halbuki bize bunlar bir meydan açabilir. Qəşqai yurdunda, Xorasanda, Tehranda ve çok büyük bölgelerde. Biz bunu başarsak bizim siyasetimiz, merkez siyasetimiz Azərbaycanda güclənəcək, sözümüz yeriyəcək. Bizim o ana amaclarımız, o bizim azadlıq, ədalət, milli hükümet, o dövlət qurma amacımız orada daha rahat təcəllisini tapacaq. Ona göre pragmatizm, yani əməlgərlıq, gerçəkçilik və biz başarmalıyıq ki, siyasətdə həmən İran şəhri dediğimiz islah tələbi ilə həmən o ərzişi olan və bizim kimliyimiz zərrə qədər əhəmiyyət olmayan və təqva sözü ilə məsələnin üstündən geçən muhafizəkar siyasətçinin qabağında çiyin-çiyinə dayanaq və özümüzü irtiqa verək onların səthinə, onlardan da daha yuxarıya və dikte eləyək sözlərimizi. Bu bir royayı ola bilər, bu perspektivdir, bir görünümdür. Onun üçün əgər xalqımız bir nərim tərcih verir, gəlsin, yəni tərcihini verdi, Pezeşkiyana rəy verdi, %40-45'i gəlsin. Əgər ikinci dövr, bunlar daha da çox gəlib buna rəy verəcəklər, biz bu işin içində rol almalıyıq. Biz prensiplərimizi o fəzalarda tətbiq eləməklə, əgər xətalı bir addım gedilsə, o prensipləri çönüb xalqa açıqlayacaq, budur. Bu xətalar olundu. Əgər biz qadın etirazlarında bu işi görsəydik, xalqımız, millətimiz tərəfindən bu qədər məhkum olmazdıq. İşin içində olmadığımız üçün o xətaları da xalqımıza, millətimizə təqdim edilməlidir. Söz yox ki, bir süre sonra xalqımıza o hərəkətin siyasi bodunun xətaları bilindi. Onun için bu fəallığın içində biz o amaclar doğrultusunda bu prensipləri tətbiq eləyən və işi qabağa götürən. Yoxsa düzdür, xalqımız çox qəhar bir tutum və təsmim tutma mexanizmini əldə edib, amma populizm gələr, əvam fəribi gələr, nə bilim, xalqımız gedərlər, heç işte görməzlər. Bunun üçün Azərbaycan Milli Hərəkəti, Türk siyasi fəalları meydanda olmalıdırlar və mühafizət eləməlidirlər və işi qabağa götürməlidirlər. Sağ olun. Mahmud bəy, sizə dönəcəm. Eyni sualı sizə vermək istəyirəm. Bütün bunlar nəzərdə alınaraq, özəlliklə təhrim etmək istəyənlərin, onların da məntiqi söylədikləri məntiqlər var. Siz özünüz yaxşı bilirsiniz, özəlliklə orada meydanda faal olduğunuza görə daha çox eşidirsiniz. Məsələn, eləyə bilməyəcək bu işləri görsün, sözdə qalacaq, rəy toplamaq üçündür, populizm üçündür, sistemi gücləndirir, sistem bizim diskurslarımızdan yararlanır deyə haqlı səbəblər var. İndi bütün bunları nəzərdə alınaraq, niyə önəmlidir Pezeşkiyana rəy vermək? Pezeşkiyan qazansa, Türklər və haşiyələşdirilmiş millətlər nə qazanacaqlar, nə itirəcəklər? Cəlili qazansa nə qazanacaqlar, nə itirəcəklər? Buyurun. Baxın, hər halda bunu biz unutmamalıyıq. Cəlili təbiətən radikaldır və radikalizm hər şəklində hər nəməniyə manidir. Danışığa manidir, yazmağa manidir, nəşriyyəyə manidir. Filtrin çox əlaqələr vardır və bu da bizim danışdıqlarımızı, bizim hərəkətimizi yavaşlandıracaqdır, susladacaqdır və sürətini alacaq. Bu bir tərəfi. Yəni biz əgər
görək ki, Cəlili çıxsa, Cəlili qazansa bu seçkini hər halətində həm mənə, həm islah tələbə, həm yəni hər kim, digərəndi iş, hər kim biz təsəvvür edirik onların zərəri. Bu çox bir təbii məsələdir. Amma Pezeşkiyan qazansa, özü deyibdir, Süngünə görə bir sözlər, bir qovlular, vədələr verdi. Sonra da Urmu gölünə vədələr verdi. Baxın, biz deyək ki, bu Pezeşkiyan bu sözləri deyibdir, bəlkə də düz. Yaxşı, əsasən bu deyək ki, siz buyuran kimin sözünü tutub həmişə, bu fərzdən ki, bu adam bu tipi modelçi eləyə biləcək sözünü tutacaq. Bu xoşbinanə halətidir da. Bir bədbinanəsidir ki, bu ki yox, olmayacaqdır. Bu sözlər hamısı havadır, yalandır, Pezeşkiyan yalan danışıqdır. Burada nə mənə əldən vermişik? Bir dənə oyumuzu əldən vermişik, bir dənə rəy salmışıq. Fəqət bunu əldən vermişik. Hakimiyyət, məşruiyyət filan Mehman Morinə də danışaram. Amma mən məsələm bu. Nə mənə əldən vermişik? Bir saat vaxtımız yiyib bir dənə rəy vermişik. Düzdür. Bunun bu tərəfini hesablayaq. Bəlkə bunlar düz çıxdı. Bəlkə məsələn bu Urmu gölünə bir işlər gördü, Misə görə bir işlər gördü filan. Bu bir yaxşı macəra. Ondan sonra da əsas fərz eləyək bədbinanə tərin halətdə bilirik ki, Pezeşkiyan fərz eləyək bu işlər görməyəcək. 85-in vəqainin yadımdasə da, 85-də mən heç vaxt bu məsələni unutmaram və hər yerdə də bunu bu xatirəni təriflənmişəm. 85-də mən Danışqa Təbrizdə danışırdım. Getmişdim şəhrimizə. Bir dənə ağadan qəssab idi, çox o qədər də siyasət filan Mehman düşünməzdi. O zaman 5 mütmənli pul var ki, üstünü yazmışdı. Əgər elmlər sonra ya başət Mərdaniyaz Parspedən dəsmi yabın, belə bir cümlə yazmışdı. Mən 5 mütmənlik verdim, bundan ət alım. Və bu qəbul eləmədi. Deyim, ne deyir ki, bu məsələ nə bilim, Fars bir fəzasında bu söz yazılıb. Daha öz ədəbiyyatı ilə ki, məsələ çox qəbul eləmədi ki, niyə? Məsələn, İranda türk vardır, niyə? Sərfən yazılıb bunun üstündəki Mərdaniyaz Fars, sərcəmini Fars filan. Sözüm budur. Bu 85-in o vəqayı əsər qoymuşdu Tuğdiyə. Tuğdə hislənmişdi, əsəbi olmuşdu və hər nə mənə qardı tutuldu. Lap faciə haləti budur ki, Pezeşkiyan qazanmasa, qazansa və biz bu sözlərə biz bilək ki, hətta inanaq ki də bu adam buna əməl eləməyəcək, ən azı budur. Tuğdə çox mühüm halətdə, çox bold halətdə eləyən Türk məsələsini və Azərbaycan məsələsini düşünür. Bu tərəfdə Türk, o tərəfdə Kürd, o tərəfdə Bəluç, o tərəfdə Ərəb da bu məsələni düşünür. Bir dənə nəcür deyim ləzə, bir şift ittifaq düşür. Bir şift ittifaq düşür, islah tələbi fəzasından çıxır, gəlir nə mənə hoviyyət məsələsidir. Baxın, məsələn, bizim həmişə gilayəmiz buyurur ki, bizim niyə vəzirimiz, Türk vəzirimiz yoxdur, nə bilim filan. Hərçənd azdan çoxdan olub da. Mən hətta o Əhmədicəd zamanı Nikzadov, Fəttahov kim oldular vəzir, sevinirdim. Dəlilim də buydu ki, bu adam ki, Ərdəbilə gəlirdi, ya məsələn, Urmiyə gəlirdi. Xas əsərlər, müsbət əsərlər. Baxın, bu məmləkətdə nəf satılır, dolar gəlir dövlətin ələ. Bəxti bir dənə vəzir vardı ki, üstə məsələ Ərdəbillidir, gətirib bir axarı öz ergi vardı. Nəzrəsi ergi vardı, bir tərəfdən də intizar vardı. Məsələn, fərz edeyim, mənim şəhrimdən bir dənə vəzir olan, mənim bu vəzirdə intizarım vardı və vəzir təbiətən o pulu getirecək. Bu məmləkətdə sadə deyim lazım, məmləkətdə pul gəlir dövlətin əlinə və xərclənir. Hər şeklində gedir İsfahana, gedir Kirmana, gedir hər getsin. Mühüm budur ki, bizə də tərəf gəlir. Cumhur İslami ilə gəlir, başqası ilə gəlir. Mühüm məncə bu. Biz deyirik, bizim niyə məsələn vəzirimiz yoxdur filan bir ehmal. Niyə zərif həddində? Niyə Pezeşkiyan deyir, bəndə zərif vardı? Niyə elə məsələn Ai Zəngənə vardı? Dəlil budur. Biz Azərbaycanda o qədər küsmüşük, nə zərif törədə bilmişik, nə Zəngənə, nə o biri, nə biri. Yəni, bizim axırı lap belə hünərməndimiz oldu Pezeşkiyan, Abdurəlizadə, kim Mehrəlizadə, bu tipdə adamlar.
Yəni biz məncə əgər istəsək əsər qoyaq studiya həmişə aktimiz olmalıdır və eyni halda da bu aktlərin içində də ola da bilər yanılaq, ola da bilər iştibah eləyək. Amma hər nə mənə test eləyək. Girişək işin içinə və meydanda olaq və həmişə sözümüzü deyək. Mən həmişə bu sözü demişəm. 2 dənə məsələ bizim evimiz yıxıbdı. Bir radikal olmaq, çox yuxarı səthli radikal olmaq bizim evimiz yıxıbdı. Bir məsələ də çox mühafizəkar olmaq. Bunların arasında bir dünya vardı. O dünyanı biz kəşf etməliyik və orada aktimizi göstərməliyik, fəaliyyət eləməliyik və çalışmalıyıq. Sağ olasın. Çox sağ olun, əziz Mahmud Səid və Musa Aşıqlar, dəvətimizi qəbul edib gəldiyiniz üçün sizin hər ikinizə çox təşəkkür edirəm. Var olun.